Ümumi liderimiz Heydər Əliyevin torpaqlarımızın düşman taxtağından azad olması uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad edək. Əziz uşaqlar, yeni tədris ilinin başlanması artıq Respublikamızda ənənəyə çevrilən Bilik Günü bayramı münasibəti ilə sizləri təbrik edirəm. Bugün Respublikamızda bütün sahələr üzrə islahatlar aparılır. Bu islahatların ən önəmlisi, əsası müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurultusu ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatıdır. Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir demişdir Ulu Öndərimiz. Bu adi sözlər deyil, bu strategiyadır. Bu strategiya Ulu Öndər Gülsünün alternativ davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaqdır. Bugün Respublikamızda bütün regionlarda yeni məktəblər inşa olunur. Yeni məktəblər inşa olunur. Yeniləşən Azərbaycana yeni məktəb proqramı ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni tədris ocaqları istifadəyə verilmişdir. Sizin məktəbinizdə 2013-cü ildə istifadəyə verilmişdir. Buna görə də siz yaxşı oxumalı, müəllimlərinizin etimadını doğrultmalı, doğma məktəbinizin adını uca tutmalı, ən başlıcası isə müstəqil Azərbaycanımızın layiqli vətəndaşları olmalısınız. Yeni tədrisiniz mübarək. Salam, hörmətli müəllimlər, hörmətli şagirdlər. Hər birinizə 2025-2026-cı tədris ilində uğurlar arzulayıram. Arzulayıram ki, məktəbimizin uğuru bizi sevindirsin. Təbii ki, bu şagirdlərimizdən və müəllimlərimizdən asılıdır. Sizdən bizim istəyimiz davamlı dərslərimizi oxuyun. Ölkəmizə, millətimizə, gələcəyimizə layiqli vətəndaş olacaq. Mən həmişə deyirəm bu sözümü, yenə də təkrar. Biz bu günümüzü Ali Baş Komandana, şəhidlərimizə, Azərbaycan ordusuna, qazilərə, veteranlara borcluyuz. Unutmayaq ki, bizim ödəyə bilməyəcəyimiz əbədi bir borcumuz var. Biz bu borcdan yalnız yaxşı oxumaqla, layiqli vətəndaş olmaqla çıxa bilərik. Hər birinizə yeni tədris ilində uğurlar olsun. Bəxtiyar Vəhabzadə məktəbli qız. Məktəbli qız əynindəki nə şifondur, nə gülməxmər. Lakin gözəl görükürsən bu paltarda sən nə qədər. Bu məktəbli paltarında nə böyük bir sadəlik var. Dərs oxuyan qızcağıza yaraşarmı heç modalar. Bir geyimdə, bir biçimdə siz məktəbə gedən zaman elə bir ki səs düzülür. Göydə durna qatarından. Göydə durna qatarından. Sənə üzüyün nə gərəkdir? Hələ deyil onun yeri. Parmağının üzüyüdür. O mürəkkəb ləkələr. Bəxtiyar Vəhabzadə kitab şeiri. Kitab böyük müəllimdir. Sinəsində min aləm var. O səni bir insan kimi gah güldürər, gah ağladar. Dili yoxdur. O danışır, hər şeydən xəbər verir. Ata kimi sənə bəzən kitab doğru yol göstərir. Bu dünyanın hər sirrini bizə deyir bu kitablar. Ömrümüzün yollarına nur çiləyir bu kitablar. Yollar dünyada çoxdur, sayı hesabı yoxdur. Bir yol var ki dünyada, getmirsən hədər, həmişə düşür yada, qoca olana qədər. Bax, şadla doludur, bu yol məktəb yoludur. Gəlmiş gül və çiçəklə, bu şadların bayramı. Onları şad ürəklə, təbrik eyləsin hamı. Hörmət eşqi ilə uşaqlıqda mən boyumu ölçərdim gündə 100 kərə. Çox vaxt günəylənib kiçikliyimdən qiftə ilə baxardım mən böyüklərə. Özümü həkimə, gah müəllimə, gah da mühəndisə mən bənzədirdim. Atamın hər kiçik hərəkətini
böyük bir həvəslə təqlid edərdim. Uzun tüklənəcək məsna vaxtıya 100 dəfə baxardım gündə güzgüyə. Yaşımı deməyə mən utanardım, özümdən böyüyü xoşbəxt sanardım. Böyümək istərdim mən gündə bir yaş, istərdim tez ötsün aylar, fəsillər. Həftələr ötdükcə hey yavaş-yavaş nəyə mal keçir deyərdim illər. İllər keçmədi, hər anda illər. 1000 insan ömründən kam aldı keçdi. Bir zaman gördüm ki 30 yaşım var, illər saçlarıma dən saldı keçdi. Dəyişir insanda məhəbbət, həvəs, illər də ömürdən getmir boş yerə. Bugün bu işlərə deyirlərdən bəs qibdə ilə baxıram mən kiçiklərə. Başımız işlərə qarışır yaman, heç bilmir axşam nə zaman düşür. Yam yaşıl gördüyün dünənki yarpaq bir də görürsən ki budaqdan düşür. İllər çox sürətlə ötür dalbadan. Bir anda dağların qarı sel olur. Gözümüzü yumub açınca dərhal həftələr ay olur, aylar il olur. Min gəliş, min gediş olur bir anda. Qovur bir-birini sanki nəsillər. Mən hər təzə ili qarşılayanda nə yaman tez keçir deyirəm illər. Deyil, hara belə tələsirsiniz? Sizsiniz ömrümün yelkəni illər. Mən sizi qovardım uşaqlığımda, indi siz qovursunuz, siz məni illər.